Milliyet! Anadolu! Adalet! Milli hükümet! Açıq yorum verilişi efirdədir. Yeni qoşulanları bir daha salamlayıram və Çilə gecəniz, kiçik Çilə deyəcəkdim, üzr istəyirəm. Çilə gecəniz mübarək, Çilə gecənizi təbrik edirəm və söhbətimizi davam etdirək. Məmməd bəy, bayaq o fərqlilikdən danışdıq. Elə bayramlar var ki, bu bölgənin, regionun, bütün millətlərinə xas bir bayramlardır. Belə söhbətimizdən belə başa düşdüm ki, elə də bilirəm ki, bu Çilə gecəsi də, bu bayramda bütün millətlər, o bölgədə olan, belə deyək, millətlərin əksəriyyəti keçirir. Amma təbii ki, hər bir millət öz folklorundan, öz adət-ənənələrindən gələn elementlər daxil edir ora. Türklər öz elementlərini daxil edir, türk ənənəsinə, türk adət-ənənəsinə uyğun elementlər daxil edir. Təbii ki, farslar özləri öz adət-ənənələrindən daxil edirlər və sair və ilaxır. Amma biraz bayaq söhbətinizdə də bəli oldu və mən də bəzi məqalələr tapdım, oxudum. Tutaq ki, İranda Fars molla rejimi, hakim rejim bu bayramı, bu gecəni özünküləşdirmək, farslaşdırmaq, daha çox Fars tarixinə bağlamaq, tarixin bəzi məqamlarında olan hadisələrlə eyniləşdirmək və bunu sübut etməyə cəhd göstərirlər. Bunun kökü, bunun səbəbi nədir? Burada, yəni İranda hamı eyni səviyyədə, eyni formada keçirsin amacıdır. Yoxsa bizi öz, belə deyək, adət-ənənəmizi daxil elədiyimiz elementlərdən uzaqlaşdırmaq üçün edilir. Eşitdiniz mi Məhəmməd bəy bizim sualımızı? Şöhrət bəy, eşitdim, bəli, mən sizin sualınızı aldım. Baxın, dediyiniz kimi, əvvəla yenə də deyirəm, biz istəmirik bunun üstündə bir gün dartışaq ki, Çillə gecəsi əvvəl türklərin tərəfindən əzizlənib, sonra farslar öyrəniblər. Baxdığımızda ab-hava baxımından, yəni iqlim şərtlərinə uyğun olaraq bu türklərin yaşadıkları bölgələrinə daha uyğun bir münasibətdir. Yəni siz nəzərdə alın, biz bayaq deyirik o qarpızı saxlaması. Qarpızı Azərbaycanda saxlamaq çətindir. Bir nəmsi məsələ deyirəm, o Bəsrə körfəzinin ətrafında yaşayan insanlar bu fəsildə belə qarpız yetişdirirlər. Orada qarpız saxlamağın anlamı yoxdur ki, zaten qarpız orada çöldən, zəmidən dərəcək və gətirib kəsəcəkdir. Bu məsəl deyirəm, ya qış və şaxta məsələsi ki, Çillə gecəsin, bayaq dedik bir fəlsəfəsi, varoluş fəlsəfəsinin bir parçasını təşkil verir. Bunlar türklərin yaşadıkları bölgələrə demək olar daha çox sidq eləyir. Yoxsa siz farsların ya məsələ başqa millətlər, başqa deyəndə məsələ hindlilərin yaşadıkları bölgələrə baxsaz, bu mənada bunlar qış və soyuğu yəni dərk eləmirlər. Çünki bölgələrində hava daha istidir, dağlıq bölgələrdə deyirlər, qış soyuğunu öcür dərk eləmirlər. Amma biz o məsələlərə keçmirik. Məhsə xanım da bayaq dediyi kimi və sizin sualınıza da cavab olaraq bugün hökumət də bunu bilir ki, bir millətə aid olan özəlliklər sadəcə o millətin dili deyil, sadəcə o millətin tarixi deyil. Bəlkə elə bayramlar da, münasibətlər də o millətin varlığının bir parçasıdır. Onun üçün təbən burada da gəlir, hər şeyi necə dilimizi farslaşdırır, necə tariximizi əlimizdən alır və fars tarixini büyünlərimizi bizim uşaqlarımıza məktəblərdə dərs verir və onları farslaşdırmaya çalışır. Elə bizim dəblərimizi də, adət-ənənələrimizi də özür farslaşdırmaya çalışırlar. Baxın, ilk başda Məhsə xanım da xatırlayar, 20 il bundan qabağacan belə İran televizyonu özü Şəb-i Çillə ibarəsini işlədərdi, Çillə gecəsi ibarətini işlədərdi. 20 il, çox qədimə getmirəm, yaxşı. Çillə gecəsi, İran televizyonunda belə deyilərdi. Kitablarda, çox yerlərdə Çillə gecəsi yazılardı. Azərbaycan Milli Hərəkəti öz varlığını daha geniş şəkildə ortaya qoyduğu gündən bəri Azərbaycana və türklüyə aid olan hər nə mənə demək olar, motiv deyim, kəlmə deyim, əslən kültürel varlıq deyim, hər nə ki, müəllifə deyim,
hər nə ki Azərbaycanlılığı və türklüyü görsədir, İran hökuməti tərəfindən bir xətər, bir təhdid kimi görülməyə başladı və günü-gündən bunu demək olar dairəsini, bunun hövzəsini kiçiltməyə çalışdılar. Və keçən proqramda mən dedim ki, Xamneyi bir həftə bundan öncə danışanda açıq-aşkar Azərbaycanı təhdid elədi. Bu cümlədən maraqlıdır. Çillə kəlməsi türkcə bir kəlmədir. Bunlar əvvəllər şayad belə xuş eləyirdilər ki, çillə o Farsın o çelinə bənzəyən bir kəlmədir, 40 mənasında. Amma sonra baxdılar, görürlər ki, türklər çıxıb ortaya, deyirlər ki, qardaşım, əgər çillə 40 mənasındaydı, onda kiçik çillə 20 gündür axı. Ona nə cür siz çillə deyirsiniz? Yaxşı, kiçik çillə 20 gündür. Bizim 40 gün böyük çilləmiz var, sonra 20 gün kiçik çilləmiz var. Bunun dalıca çox maraqlıdır. 10-15 ildir İranda istər sosial şəbəkələr, istər qazetələr və istər dövlət televizyonu və radiosu çalışır çillə kəlməsinin yerinə Yəlda kəlməsinin yerində oturtsun. Yəlda heç farsça deyil. Yəlda Soryanidir. Suriyə, qədim Suriyə dillərinə aid olan bir kəlmədir ki, hətta ərəbcəyə də daxil olubdur. Quranda belə ləm yəlid, ləm yulət, doğmayıb və doğulmayıb və doğmayıb anlamına gəlibdir. Baxın, yəni Soryani dillərdən ərəbcəyə də gəlib. İranda olan bu panfarsizm heç ərəbləri də qəbul eləmir. Amma söz konusu məsələ burada türklük məsələsi olanda ki, İranın bu gün əsas qorxusu bunlardandır. Əsas qorxusu Güney Azərbaycan türkləridir, bunu hər zaman deyirik. Hazırdır ərəbcə olan bir kəlməni ki, o da dedim kökən olaraq Soryani dilindən ərəbcəyə də giribdir. Hazırdır o kəlməni qəbul eləyə, amma türkü kəlməni qəbul eləməyə. Onun üçündür ki, biz gecə-gündüz görürük çillə kəlməsini gizlətməyə, onun yerinə Yəlda. Bunun əhəmiyyəti nədir? Əhəmiyyəti həmandır ki, bayaq Cinədə Məhsə xanım dedi. Vaxtı bir millətin milli bir bayramı vardır, o bayramın adı o millətin öz dilində olmalıdır. Başqa bir dildən alınmış bir adı sən kullanırsan, ya o dəbi mütləq onlardan alıbsan, ya onlar sənə kültürel baskı özün bilmədən uygulayıblar və sən özün bilmədən onun qılığına geçibsən. Bu Novruz bayramı haqqında da keçərlidir, yaxşı. Əslən, Novruz kəlməsi Farsda sifət ismidən sonra gələr, türkcədə ismidən qabaq gələr. Yəni, Novruz kəlməsi özü türkcənin ərgənə günün tərcüməsidir. Çünki türküdə sifət ismidən qabaq gələr, gözəl qız. Farsçada deyərlər Doxtər Ziba, əvvəl ismi gətirərlər, sonra sifət gətirərlər. Novruz kəlməsi əslən Fars dil quruluşu ilə üst-üstə düşmür, sadəcə tərcümədir. İndi biz gəlib onun tərcüməsini kullanmamız, həqiqətən mən özüm də narahat oluram. Quzeyliler bir belə Navruz sözü kullananda, hələ işim yox, bugün çillədən danışırıq. Onun üçün adlar da bizim üçün önəmlidir, adlar da bizim üçün mühümdür. Bu gecənin adı çillə gecəsidir. Necə ki 20 il bundan qabaqacan belə farslar özləri çillə kəlməsi kullanırdılar. O bir əldən gəlirlər, baxın, ələn internetdən alınmış bəzi şəkillərdə də mən görürdüm. Gəlirlər bizlərə məsələn nələr, öz kültürlərini verirlər də. Assimilasyon nə deməkdir? Assimilasyon bu deməkdir ki, sən öz kültürünü burax, öz mədəniyyətini burax, mənim sənə verdiyim mədəniyyəti qəbul etkinə. Məsələn, qardaşım, 300 il bundan qabaq, 200 il bundan qabaq, 100 il bundan qabaq Azərbaycanda kim hafizi bilirdi? 5-10 nəfər ədəbiyyatçıdan, şairdən əlavə Azərbaycanın kəndlərində aşığı bilərdilər, bayatı bilərdilər, aşıq dəstanlarını bilərdilər. Ya, bunlar da folklordur da, o sinə dəftər analarımız, atalarımız bunları əzbərə bilərdilər və oxuyardılar, bəzən sazla da səsləndirərdilər. Bunun yerinə biz baxırıq, görürük ki, belə aşırı vəziyyətdə, çox ağır bir vəziyyətdə təbliğat gedir, güya ki, çillə surfasında hətmən gərək hafizin divanı qoyula. Güya ki, çillə surfasının başında hələ son zamanlar dəb eləyiblər, məktəblərə belə cənəlcə deyirlər Türkiyədə, bəxşnamə deyirlər İranda, quzeydə tam olaraq bilmirəm nə, təlimat göndərirlər ki, Şahnamə-i Ferdus'u oxunsun.
Baxın, beləliklə sənin özün olan bir dəbi farslaşdırmaya çalışırlar. Şahnamə-i Firdusidən mən Azərbaycan türkünə nə dəxli var, nə ilgisi vardır. Şahnamədə ki, dəfələrlə mən türkü aşağılayıblar orada. Qadınları aşağılayıblar, hələ o bir başqa məsələ, başqa bir mövzularda danışmaq olar. Amma türk kimliyi aşağılanıbdır Şahnamədə. Onun üçün, bəli, belə bir baskılar vardır. Radio əllərində, televizyon əllərində, qazete əllərində, dərslik kitabları əllərində, təhsil sistemi onların əllərindədir. Bütün bu imkanlardan faydalanaraq bizim dəblərimizin rəng-rufunu dəyişdirməyə çalışırlar. Fars dəbləri kimi göstərməyə çalışırlar və dediyim kimi, güya ki, Azərbaycanda Çillə gecəsi Hafiz divanı oxuyardılar. Qacar dönəminin son illərində İranın başa-başında %10 onlar ki, oxuma yazmaları var idi, cəmiyyətin nüfusun %10'unu təşkil verirdi. Bu %10'un da bəziləri bəli, ola bilər ki, məsələn, Hafiz oxuyurdu, savadı var idi, oxuya bilirdi. Yəni %90 oxuya bilmirdi. Oxuya bilməyənlərin, bizdə folklor ədəbiyyatımız vardı, bayatılar vardı, dəstanlar vardı və bu kimi zatlar var. Hələ oxuya bilənlərin də heç zaman mən az çox tarix araşdırıram da, mən heç zaman görməmişəm ki, deyərlər Azərbaycanda bayramda biz Surfaya Hafiz divanı qoymuşuq. Çillədə biz Surfaya Hafiz divanı qoymuşuq. Nasriddin Şahın demək olar İntibaat Baxanı naziri ki, Nasriddin Şahla olan xatirələrini yazıb, çox qalın qələm də bir xatirət kitabıdır. 150 il bundan qabağın hadisələrini orada açıqlayır, 170 il təxminən bundan öncələrin. Bayramları yazıb orada, büyün bayramı idi, getdik Şahın huzuruna, o bizə məsələ pul verdi. Sonra gəldik evdə, birində yazmayıb ki, biz Hafiz oxuduq, Şahnamə oxuduq, Surfaya Hafiz qoyduq, Şahnamə qoyduq. Baxın, bu hərəkətlər çox mühümdür. Çox uzun danışdım, bir-iki cümləni qurtarım. Və büyün Güney Azərbaycan türklüyü bu yolda da mücadilə verir. Bayaq Məhsə xanım dedi. Az imkanımız vardı. Elə Günaz TV-də onların biridir. Bu proqram da elə onların biridir. Bu az imkanlarla çalışırıq ki, öz dəblərimizi, öz inanclarımızı, öz dilimizi, öz mədəniyyətimizi diri saxlayaq. Gənclərimiz sosial şəbəkələrdə muhtəva tolid edirlər, çalışırlar ki, bu günü Azərbaycan türklərinə aid olan kimi qeydə keçsinlər. Buyurun. Mehmet Bey, bir şey yadıma düşdü. Əslində bu Çillə gecəsi təbiətlə bağlı bir bayramdır. Hətta belə deyəm, biraz da qəlizləşdirim, ateist bir bayramdır. Ona görə demirlər Quran qoy. Ona görə yəqin deyirlər Hafizin divanını qoy. Nəsə bir qatıb-qatışdırmalıdırlar da, bu mollaların ağlı da ona çatır. Məsəl xanım, sizlə danışmamışdan əvvəl rejissor dedi, bununla bağlı qəşəng, yaxşı bir mahnı, gözəl bir mahnı da yığıblar. Gəlin ona da qulaq asaq demişəm də, bugün pozitiv olmaq lazımdır. Bəli, bəli. Nə gözəldir ananın süfrəsi çillə gecəsi. Əzdirər ev sahibi mehmanı çillə gecəsi. Gətirər məcmeyini, pəşməklə şəbçərəni. Düzə çişmiş nuxudi, xurmanı çillə gecəsi. Qarpızı qaş-qaş edib hər kəsə bir fal yetişər. Nar verə, əncirlə, almanı çillə gecəsi. Doymaq olmaz ananın rəhli çayından o zaman. Od samavarda ola çaydanı çillə gecəsi. Xan nənə tapmacanı nəql eləyir evladına. Cavabı tez tapıla, asani, çillə gecəsi. Çillə gəldi amma bu nə çillədi. Korona bu ilhamımızı bəllədi. Hamı gözün qabbacıya zillədi. Bu il nə dost nə tayfaya də saldı. Qədim çillələr zayanda qaldı. Tayfa hamı bizim evə dolardı. Xalam ərinin qarpızı ağ olardı. Pəşmək həmişə burada qalardı. Günlərimiz günü-gündən qaraldı. Qədim çillələrimiz ayanda qaldı.
böyük nənəm gildə olardıq hər il 40 nəfərə otağa dolardıq hər il soyuqdan hamı qırılardıq hər il bir-birində namı bu il qırıldı qədim çillələrimiz ayanda qaldı Atilla çilla çilla bir gecəli birində Atilla çilla çilla bir gecəli birində Çalın siz şadlıq eləyin bizə nə kasıb nə gündə Atilla çilla çilla bir gecəli birində Gətirin, tökün, dağıdın, yiyin, hərəsindən bir bələ, tökün eşiyə Qoy bilinsin, nə qəd xəşlənib bir gündə Atilla çilla çilla bir gecəli birində Çalın siz şadlıq eləyin bizə nə aclar nə gündə Çalın siz şadlıq eləyin Bəlkə düşdü ağacdan, qoşam gəldi o başdan. Xorvuz aldığıma başdan, çillə sarıdan gəldi. Gülmə sarığı sardı, bıraxdı yuydu dərdi. Xoş gəldin sən çilləcan, qarğa gəlir uzaqdan. Gecə xorvuz yapışar, düşmən dosta qatışar. Pislik ota yatışar. Biri qarpız alırım, biri də saz çalırım Biri də qonaq gedir yarına bir gül alırım Çillə, 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 bir gecə bir hər ildə Hamı şadlıq edilir, rəqs olunur hər ildə Çillə, 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 bir gecə bir hər ildə Hamı şadlıq edilir, rəqs olunur hər ildə Millət öz belə deyək, adət-ənənəsini sözə, musiqiyə çevirəndə, bayatılara çevirəndə daha gözəl olur. Məsələn, xanım, sizə başqa sual verəcəydim, amma buna baxandan sonra sualım, fikrimi dəyişdim, başqa bir sualım ilə gəldi. Bu, bax, bayatılara qulaq astıq, mahnıya qulaq astığında, ərə öz bildiyi, öz istədiyi formatda ifadə eləyir bu gecəni. Burada bu gecənin, bu folklorun elementlərindən istifadə edib bir etiraz eləmək üsulu da var. Yəni, bəli. Bundan bu bayramlardan, bu adət-ənənələrdən istifadə edib bir güc nümayiş etdirmək istəyi də var. İstəyərdim bu məsələyə də biraz deyinək. Mən sözümün bir bölümündə işarə elədim, qiymətli Məmməd bəy də işarə elədilər. Bunlar fürsətdir bizim üçün. Baxız, mənim bu xəbər arasında baxdım, oxuldakı qız uşaqları, Təbrizdə və ya bilmirəm, hər halda Şərqi Azərbaycanlı şivələrindən bilirəm, orada hamısı qrup şəklində bu şeiri oxurlar. Buluduz yağar olsun, ocağız, sularız axar olsun, ocağız yanar olsun, çilləz mübarək olsun. Bu bəlkə quzeydə çox sıradan bir şey olar. Ancaq Cənubi Azərbaycanda o yaşdakı uşaqların qrup şəklində bunu oxuması bir inqilabdır. Yəni, onun üçün bu bayramlar, bu ənənələr, bu adətlər və bu adətlərdə öz dəyərlərimizə sahib çıxmaq hamısı inqilabdır. Baxız, Məmməd bəy nə dedilər? Qəşəng işarə edilər. Hafiz divanı qoyurlar, şahnamə qoyurlar. Bunlarla bizim xalqımızın nə kimi bir bağı ola bilər? Heç bir bağı yoxdur ki. Yəni, heç bir mənəvi bağımız yoxdur. Amma bunları bizə sırmaya çalışırlar. Çünki bunlar İranlı kimliyinin və əslində İranlı kimliyi altında farsizasiyonun, farslaşdırmanın bunlar motivləridir, faktorlarıdır. Bunlar pərdələridir. Bunların altında bizi onlara bənzətmək istəyirlər, özlərinə bənzətmək istəyirlər. Bizi heç bir zamanda bənzəmərik, asimilə toplumlar, üzr istəyirəm bu təbiri kullandığım üçün, həmişə yamaq kimi durarlar. Hər zaman. Çünki ötəki ola bilməzlər, özləri də ola bilməzlər. Yamaq kimi durarlar, gözəl durmazlar, çünki özləri dəyillər. Və o özünə bənzətmək istəyən toplum da heç bir zaman onu özü kimi də qəbul eləməz. Bu bir toplumsal, psikolojik olaraq heç bir zaman qəbul eləməz. Asimilə eləmək istər, amma təpədən baxar. Bu dünyanın hər yerində belədir.
Yəni sosiolojik olaraq nə qədər də neçə nəsil yaşayın siz bir yerdə, sizi özlərindən görməzlər. Dışdan gələn biri olaraq. Nə qədər də asimil, nə qədər də çırpının onlara bənzəməyə. Yəni öz-üzdən keçin onlara bənzəməyə. Mən bu özəlliklə təşəkkür edirəm. Həqiqətən bax bütün qəlbimlə o insanlar ki, keçirlər kamera qabağına, öz dilimizdə şeir oxurlar, bayatı oxurlar, giyinirlər, süfrələrinin filmin şəklini çəkirlər, müzik ürətirlər bizim dilimizdə. Çünki farslar üçün bu dövlət tərəfindən dəstəklənir. Onların mediası var, dövləti var, kitabı var, dərsi var, nəşriyyatı var, baxanlıqları var. Biz bir tərəfdən hücum altındayıq, bir tərəfdən də belə qarpız almışıq, soyğun savaşına getmişik. Yəni meydan oxuyuruq. Ona görə bu mənada mən baxırdım, bütün dostlardan da ki izləyirlər, xahiş edirəm. Bilirəm də bu işləri görürlər, amma bacıları kimi xahiş edirəm. Hər kəs də çillə süfrəsinin şəklini paylaşır, paylaşsınlar. Bu şeirlər ki oxunur, uşaqlara bəzi dəyərləri öyrədirik. Cavanlar, mən izləyəndə bunlar şad müziklərdir. Mən ağlayaraq izləyirəm. Bilirsiniz nədir? O qədər sevinirəm ki, oturub o sıfır imkanlarla çillə gecəsi üçün müzik ürətirlər. Və bunlar heç bir yerdən dəstək almır. Heç bir yerdən dəstək almır. Bir də, yəni sabah bir gün qapıları döyülə bilər. Siz bizim güvənliyimizi təhlükəyə saldınız. Çünki bunların güvənliyin bir bayatı da təhlükəyə salır. Onun üçün bunlar bir fürsətdir. Bu bayramlar, bu günlər biz özəlliklə zülm altında olan bir toplum olaraq öz dəyərlərimizi yeni nəsillərə, bir-birimizə axtarmaq üçün, öyrətmək üçün və özümüzü yenidən kəşf etmək üçün məncə bu bayramları bir mədəni mübarizə meydanına çevirməliyik. Bizim xalq elə bir xalqıdır ki, bir futbol stadyumunu tribuna çevirdi. Xalqının tribununa çevirdi. Bu bayramları da bizim xalq öz tribununa, özünü yenidən külündən yaratma meydanına çevirdi. Mən çox uzun danışdım. Yenə də çilləz mübarək olsun. Arzu edirəm hamımız, bizlər də vətən həsrətindəyik. Gün gəlsin ki, öz vətənimizdə, öz xalqımızın yanında, o şəhərlərimizin meydanında çillə bayramını bərabər qutlayaq. Məsəl xanım, deyəcəm ki, son təbriklərinizi də deyin, verilişimiz zaten yekunlaşır, 3 dəqiqəmiz qalıb. Məhəmməd bəy, siz də istəyərdim fikirlərinizi deyək və təbii ki, bayramda siz bayram süfrəsinə getməlisiniz. Deyərdi son fikirlərinizi, 3 dəqiqəmiz var, fikirlərinizi bildirin. Sağ olun, deyəcəklər yalnız bir çoxu deyildi. Mən Məhsə xanımın dediklərini məcburam təkrar eləyəm, çünki başqa söz tapıb deyə bilmirəm. Bu da vaqiət budur ki, gerçəkdən də bu günlərimizi bizim millətimiz toyda da, yasda da öz varlığını qorumağa çalışır. Biz əgər görürük ki, neçə gün bundan qabaq Güney Azərbaycanlı tanınmış demək olar, alim, ədəbiyyat xadimi dünyadan köçür Ayı Xaltabadi və bunun demək olar o yaz törəni üçün bildirişlər belə, çağırışlar belə türkcə yazılırlar. Yəni biz ölülərimizlə, biz belə toylarımızla, biz yaslarımızla, biz bayramlarımızla öz kimliyimizi qorumağa çalışırıq. Az imkanlarımızla belə, az imkanlarla bizim millətimiz bu gün ayaqdadır və bu bahis olur ki, biz bu bayramların, bu münasibətlərin əhəmiyyətini daha artıq dərk eləyək və mən belə düşünürəm ki, bizim ədəbiyyatçılarımızdan tutdu ta siyasət adamlarımızdan və medialarımız, rəsanələrimiz Ələn həm təşəkkür edirəm, bu günlərimizə ələn az da olsa elə bir bəzi şeir oxumalar ki var idi, burada paylaşıldı, tənz demək olar satira biçimində bir-iki dənə paylaşım burada oldu. Bunlar çox gözəldilər. Bəlkə Günaz TV bundan daha artıq çalışa bilər bu mövzuda. Başqa təşkilatlar, başqa medialar, başqa rəsanələr. Yəni biz bunu bir milli bayram kimi və bütün milli bayramlarımızı dediyim kimi qorumalıyıq. Çünki bunlar bizim varlığımızın bir parçasıdırlar. Son cümləm bu olsun ki, mən də ilk başda unutdum, vəsətdə təbrik dedim, amma sonda bir daha da təbrik edirəm bütün bizi izləyənlərə, özəlliklə Azərbaycanımızın güney parçasındakı günləmsi, hamısı bilirəm, əlan oturublar elə çillə süfrasının başında. Ehtimalən bir-birləri ilə danışa-danışa bizi izləyirlər, ehtimalən çay içə-içə bizi izləyirlər, ya qarpız kəsə-kəsə
Hamısına təbrikləyirəm bu bayramı. Bir daha belə bir əziz gecədə dustaqlarda və demək olar zindanlarda olan Güney Azərbaycanlı igid qəhrəmanları əzizləyirəm və onların tezliklə azadlığa qavuşmasını arzulayıram və millətimizə böyük bir səadət ki, böyük bir səadət də bizim millətimiz üçün sadəcə bağımsızlıqdan keçir. Millətimizə bağımsızlığı və bağımsız bir Azərbaycanda bu adəti bərabər qutlamanı və o zaman Şöhrət bəy, deyək, dur gəl Təbrizə çillə qutlayırıq. Amin. Bundan yaxşı arzu ola bilməz və mən də qoşuluram o arzuya. İnşallah, dediyiniz kimi də olacaq. Mən Təbrizə sözünüzü getməyə çox istəyirəm, çox arzu edirəm. İnşallah, yəqin ki, o günlərə qalacaq və o gün biz görəcəyik. Mən bir daha hər ikinizi təbrik edirəm. O cümlədən Güney Azərbaycanlıları təbrik edirəm, dünya Azərbaycanlılarını təbrik edirəm. Elə özümüzü də təbrik edirəm. Sağ olun, növbəti görüşlərə. Sağ olun. Sağ olun, hörmətli tamaşaçılar. Bununla da verilişimiz sona çatdı. Görüşərik.